Azadlıq Radiosu Amerikandır. BBC Azərbaycan Britaniyandır. Amerikan səsi Amerika, Meydan TV Almaniya. Düzdür və bunlar kimi istəsə qəhrəman eləyirdi. Kim istəsə siyasi lider eləyirdi, kim istəsə urvatdan salır. Düzdür ya? Doğru. Yəni məsələn məni heç vaxt o kanallar mən milli kimlikdən danışandan sonra mən onlara sərf eləmirəm, sizi göstərməzdilər. Vermədilər mənə. Verməzdilər. Fikirləşin niyə? Bax qardaş mən iqtidarın tənqid eləyirəm. Düzdür sən də güya ki tənqidi siyasətçilərə verirsən də. Amma mən iqtidarı tənqid edirəm. Dövləti, dövlətçiliyi, milli mənəvi dəyərləri yox. Ona görə bizə veto qoydular. İzah edə bildim. Yəni bax bu o deməkdir ki, bütün xalqın sənin Azadlıq Radiosuna baxırsa, Azadlıq Radiosu kimi siyasətçi kimi sırısa cəmiyyətə, o da sənin siyasətçin olacaq. Sən o siyasətçi çıxacaq, xalqın marağını yox, Azadlıq Radiosunu maliyyələşdirənin marağını deyəcək. Düzdür ya, yox? Azadlıq Radiosunu dövlət düz eləyib bağlayıb Azərbaycanda. Yox, mən razıyam təbii ki, təbii. Çünki bunlar artıq həm casus yuvası idi, həm də ki bizim xalqımıza yad nələrisə təbliğ edirdi. Bunların bağlanması, bunların və yaxud da xarici agent statusu verilməsi hər bir dövlətin təhlükəsizliyi. Məsələn, sən də necə olmalıdır? Sən bu kanallara bağla, amma o kanalların gördüyü işi yerli və milli insanlara tapşır. Yerli və milli jurnalistlərə, yerli və milli mediaya ver. Ola bilsin o sənin xoşuna gəlməyən söz deyəcək. Ola bilsin o çıxacaq səni tənqid eləyəcək. Amma bizdə atalar söz var, deyə ətvi isə də sümüyü atmayacaq. Biz dövlətçiliyə çatanda, məsəl üçün millətçiliyə çatanda o dayanacaq. Necə